Tibb kursunu bitirən nə iş var yoldaşlar? Mən sizə bir neçə işdən bəhs etmək istəyirəm tibb sahəsində. İlk öncə tibb kursunu bitirən variantdan bəhs etmək istəyirəm. Bundan əlavə inzibatçı, köməkçi işi də var, tibb bacısı işləri də var. Mən üçündən bəhs etmək istəyirəm, amma bu demək deyil ki, ümumiyyətlə tibb sahəsində olan iş elə cəmi 3 dənə işdən vardır. Xeyr, digərlərinlə də tanış olmaq istəsə özəl dəstək vermək olar sizə. İlk öncə başlayaq tibb kursunu bitirənlərin də müraciət edə biləcəyi işdən. Bu kiçik tibb işçisidir yoldaşlar. Liv Bonadiya Hospitaldadır. Nə iş görürsünüz? Burada yoldaşlar siz xəstələrə qulluq edirsiniz, baxım işlərini həyata keçirirsiniz, həkim və orta tibb işçilərinə köməklik edirsiniz. Pasientlərin şəxsi gigiyenalarına nəzarət və dəstək göstərirsiniz, xəstələri daşıyırsınız, müşahidə edirsiniz. Sonra tibbi avadanlıqların hazırlanması və dezinfeksiyasını icra edirsiniz. Xəstələrin daşınması və müşahidə olunması işini icra edirsiniz. Az öncə daha doğru ifadə eləmədim, ona görə təkrar ifadə elədim. Sonra gigiyena və steril qaydalara riayət edirsiniz. Bura kimlər müraciət edə bilər? Dediyim kimi, tibb sahəsində ya təhsiliniz olmalıdır və yaxud da müvafiq kursunuz olmalıdır. Komandada işləməyə bacarmalısınız, sürətli qərar verməyə bacarmalısınız. Bu bir variantdır. Bu, yəni kursu bitirmişsinizsə müraciət etməniz ola bilər. Sonra Sinerji Farmada inzibati köməkçi işi var. Tibbi yönümlüdür bu. 25-40 yaşlı şəxslər üçündür. 900 manata yaxında pul verə bilir sizə. Burada tibbi və yaxud da əczacılıq üzrə təhsil tələb olunur yoldaşlar. Varsa əgər belə bir özəlliyiniz müraciət edə bilərsiniz. Sonra tibb bacısı işi var. Bu 300 manatlıqdır yoldaşlar. Təcrübə tələb eləmir sizdən. Diş həkimi yanında tibb bacısıdır. Maaş da arta bilərdir. Dediyim kimi, Sumqayıtdadır bu. Bunlar yəni çox az bir qismi idi ki, bir növ sizə bildirdim. Yəni digərlərinlə də tanış ola bilərsiniz. Bu işlərdə müraciət etməkdə dəstəkçisə və yaxud da digər işlərlə də tanış olmaqsızsa, ümumiyyətlə iş tapmazca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsini bilməyənlər üçün bildirim ki, siz bu videonu əgər YouTube-da izləyirsinizsə, videonun adında qeyd olunubdur. Yox, əgər siz bu videonu TikTok-da izləyirsinizsə, siz Toğrul Əzəb sözünə toxunun, kanala daxil olun, TikTok kanalına. TikTok kanalına daxil olduqdan sonra görəcəksiniz ki, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.